Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 8-ci sinif mövzusu olan fiqurların sahəsi mövzusunun ümumiləşdirilmiş şəkildə izahına baxacağıq uşaqlar. Videoya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda həm siniflər üzrə mövzuların izahı, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır uşaqlar. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi keçən uşaqlar mövzunun izahına biz 8-ci sinifdə artıq bəzi fiqurların sahələri ilə tanış olduq. İndi mən də bugün çalışacağım ki, həm o sahə düsturlarını sizə deyim, həm də həmin o düsturlara, məsələn, hər bir fiqurun sahəsinin tapılmasına aid ən az bir misal işləyim və bu şəkildə də sizlərə nəyisə öyrətməyə çalışaq. İndi uşaqlar, baxın, burada birinci növbədə bizə deyir ki, kvadratdır, bu düzbucaqlıdır. Biz bunların sahələrini bilirik də zaten. Nədir? Gəlin bir xatırlatma eləyək. İlk uşaqlar, məsələn, bir kvadrat verilibsə bizə, sahəsi uşaqlar eni uzunluğa vurmalı. Eni və uzunluğu bir-birinə bərabər olduğuna görə A vur A olacaq. Yəni bu da elə A'nın kvadratı deməkdir uşaqlar. Sonra düzbucaqlı var idi. Düzbucaqlıda da uşaqlar biz demişdik ki, yenə də eyni qaydaydı. Məsələn, bura bir B deyirəmsə, bunun sahəsini tapmaq üçün A vurulsun B şəklində olmalıdır. Aha. Sonra uşaqlar, baxın burada bu düzbucaqlıdan mən sizə bir şey deyim. Baxın, düzbucaqlı üçbucaq yaranır. Elə deyil mi? Baxın, gəlin birinci kvadratdan deyim mən sizə. Baxın, bu bir kvadratdır, deyil mi? Kvadratda uşaqlar, baxın, diagonal təmbülən olur. Bax, kvadratda 45 oldu. Hə, onda burada baxın, bir düzbucaqlı üçbucaq yarandı da, belə bir şey yarandı və bu yaranan düzbucaqlı üçbucaq bu dördbucaqlının, yəni kvadratın tən yarısı olur. Baxın, elə deyil mi? Yarı-yarı bölünür. Burada məsələn A'dır, burada A'dır, burada 90'dır, buralarda 45-45'dir. İki dənə oxşar üçbucaq yaranır. Baxın uşaqlar. Onda mən bunun sahəsini tapmaq üçün, baxın belə tən yarısı olduğuna görə S bərabərdir. A vur A böl 2 şəklində yazılır. Yəni kat edilənin hasilinin yarısı. Yəni bunu yaddan çıxartmış olur. Tən yarısı olur da. Yəni bir sözlə kvadratın sahəsinin yarısı olur da uşaqlar. Həmçinin baxın düzbucaqlıda da o şəkildə olacaq. Artıq düzbucaqlıda ixtiyari bir düzbucaqlı üçbucaq yaranacaq uşaqlar. Mən o ixtiyari bir düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün normalda bu düzbucaqlıdır. Düzbucaqlını 2 bərabər hissəyə böldüyümə görə mənim sahə düsturum olacaq A vur B bölünsün 2. Bunu da unutmayın. Bu düzbucaqlı üçbucağı bunun tapanda deyirəm ha uşaqlar. Baxın, bu düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün katetlərinin hasilinin yarısı olacaq. Baxın, bunu buna vurub 2'yə bölməmiz lazım. Yəni bu şəkildə olmalıdır. Sonra gəldi uşaqlar paralelogramın sahəsinə. Uşaqlar baxın, paralelogramın sahəsində biz yəni demək olar ki, bütün sahə düsturlarında biz hündürlükdən istifadə edəcəyik uşaqlar. Məsələn, mən deyirəm ki, bu ABCD paralelogramıdır. Bura A'dır, burada A olacaq. Məsələn, bura B'dir, burada B şəklində olacaq. Deyək ki, uşaqlar, baxın, böyük tərəfə endirilən kiçik hündürlük olur. H kiçik yazıram. Burada endirilən isə böyük hündürlük olur. Kiçik tərəfə endirilən isə böyük hündürlük olacaq uşaqlar. Yəni biz bu şəkildə baxmamız lazım. Siz artıq bunu şərti oxuduğunuz zaman bu şəkildə etməyin. İndi baxın uşaqlar. Burada sahə S bərabər olur B vurulsun H kiçik və yaxud da S bərabərdir A vurulsun H böyük. Böyük yazılır. Və uşaqlar, bu iki sahələr bir-birlərinə bərabər. Onda mən bunu yaza bilərəm ki, B vurulsun H kiçik bərabər A vurulsun H böyük. Yəni böyük hündürlük şəklində qeyd edə bilərik. Bu oldu bizdə paralelogramın sahəsi. Sonra gəldik nəyə? Gəldik üçbucağın sahəsinə uşaqlar. Baxın, burada da qeyd olunub. Uşaqlar, üçbucağın sahəsində yenə hündürlükdən istifadə edəcək uşaqlar. İxtiyari üçbucaq üçün uşaqlar. Məsələn, ABCD verilib. Bu 3 dənə hündürlüyü var da. Paralelogramda 2 hündürlük var. Üçbucaqda 3 hündürlük olacaq. Məsələn, bu olsun bu H1. Məsələn, buna desəm ki H2. Buna desəm ki, məsələn,
3 de bunlar bir nöqtə kəsir. Burada H3 desəm. Biz uşaqlar baxın bura A, bura B, bura C desək, bizim sahə düsturumuz belə olacaq. Baxın uşaqlar, istənilən bir məsələn A tərəfi burada bir olsun H. H A olsun. Onda sahəmiz belə olacaq. Bax, tərəf vurulsun həmən tərəfə endirilən hündürlük bölünsün 2. Uşaqlar, məsələn mən bura bir B tərəfidir, elə deyilmi? Burada bir hündürlük endirsəm, məsələn HB yazsam, yəni S bərabərdir. B vurulsun HB bölünsün 2. Mən buradan bir C tərəfinə endirilən HC yazsam, nə olacaq? C vurulsun HC bölünsün 2. Yəni bu düsturların hamısı ödəyir uşaqlar. Yəni bizə nə lazımdır? Bizə lazımdır ki, tərəf olsun, həmən tərəfə endirilən hündürlük olsun, biz artıq sahəni tapa bilirik uşaqlar. Və uşaqlar, bu düsturların hamısı da bu S bir-birlərinə bərabər. Bu sahələr həmişə bu düsturlarda eyni olmalıdır hökmən. İndi bunlara aid suallara baxacaq uşaqlar. Bu da indi bizə verilir. Baxın uşaqlar, düzbucaqlı, üçbucaqda da bizə verilir. Mən bayaq dediyim şey vardı. Katetlərinin hasilinin yarısına bərabərdir. Sonra uşaqlar, baxın, hündürlük və tərəf verildiyi zaman bu düsturlardan. Bir də uşaqlar, Heron düsturu var idi. Heron düsturunda isə bizə 3 tərəf verildiyi zamandır. Heron. 3 tərəf. 3 tərəf verildikdə. Məsələn, deyir ki, Heron deyir ki, ABC. Burada biz yarım perimetr tapmalıyıq uşaqlar. Bu unutmayın uşaqlar. Bəzi uşaqlar götürüb normal perimetr tapıb hesablayıb olmaz. Yarım perimetri nə alırsansa cavabı düstur belədir. Baxın. P kök adı P vurulsun. P minus A, P minus B və bir də P minus C. Və buradakı bu P'lər hamısı yarım perimetr və yarım yığ yazıram. Bu yarım perimetr. Yarım perimetr şəklində olacaq uşaqlar. İndi məsələn buna burada sual da verilib uşaqlar. Digər tərəfdə mən bunun yenə də izahlarını verəcəm sizə sual olaraq. Belə. İşte özünüz də baxa bilərsiniz bu qaydaya. Burada da gözəl şəkildə qeyd olunubdur. Belə. Gəldik sonra uşaqlar nəyə? Trapesiyanın sahəsinə uşaqlar. Baxın, trapesiyada uşaqlar, trapesiya 3 cür olur da. İxtiyari trapesiya, bərabər yanlı trapesiya və bir də düzbucaqlı trapesiya. Əgər uşaqlar mənə bir ixtiyari bir trapesiya verilibsə, onda baxın bunların ortacaqları var idi AB, bir də orta xəttimiz var idi. Gəlin bunu biz L hərfi ilə işarə edək. Uşaqlar baxın, həmişə mənim sahəm orta xətt vurulsun hündürlük olacaq uşaqlar. Baxın bu haşa. Yəni orta xətt hündürlük. Bəs orta xətti biz necə tapırdıq uşaqlar? Yadınıza gəlir. Otacaqlarının cəminin yarısı. Onda mənim bu düsturum bu şəkildə də ola bilər. Və yaxud da belə də ola bilər. Baxın orta xətti yəni A + B × 2 vurulsun H şəklində yaza bilərik uşaqlar. Bu belə uşaqlar. Sonra gəldim mən düzbucaqlı trapesiyada. Uşaqlar baxın. Mənim bu düzbucaqlı trapesiya dedikdə uşaqlar yenə də bunun 2 yan tərəfi olur. Bax bu böyük yan tərəfdir, bu kiçik yan tərəf. Uşaqlar baxın, kiçik yan tərəf elə hündürlüyə bərabərdir. Baxın, B bərabərdir H-a. Burada mən bura bir Y desəm, mən bunu böldüyüm zaman burada bir Y olacaq uşaqlar. Məsələn, sənə buranın ümumi bir K veribsə, artıq uşaqlar, baxın sən bu Y-dan, K-dan Y çıxırsan, burada K çıx Y qalır. Sonra burada baxın uşaqlar, bir düzbucaq, üçbucaq yaranır. Baxın buradan. Bu düzbucaq, üçbucaqla da istənilən məsələn hündürlüyü də tapa bilərsən, buranı da tapa bilərsən, həmçinin buranı da tapa bilərik. Və belə suallar da hər zaman qarşımıza çıxacaq uşaqlar. Sonra gəldik bərabər yanlı trapesiyada. Uşaqlar baxın, əgər mənə desə ki, bərabər yanlı trapesiyadır, hündürlüyün ayırdığı hissələr bir-birinə bərabər olacaq. Baxın uşaqlar, təbii ki, yan tərəflər bir-birinə bərabərdir. Bu bucaqlar da bir-birinə bərabər olacaq uşaqlar. Bunu unutmuruq. Və hündürlüyün ayırdığı bu hündürlük və hündürlüklər bir-birinə bərabərdir. Əgər mən bura bir x deyirəmsə, burada bir x olmalıdır. Baxın uşaqlar, buradan bura qədər, buradan bura qədər. Əgər bura bir y-dirsə, burada bir y olmalıdır uşaqlar. Təbii ki, bura A-dırsa, burada A-dır. Yəni, baxın, əsas məsələ burada hündürlüyün ayırdığı hissələr bir-birinə bərabər olmalıdır. Sonra gəldi uşaqlar biz rombun sahəsinə. Uşaqlar, rombun sahəsi 2 cürdür. Birincisi ilə paralleloqramın sahəsinə eynidir uşaqlar. Məsələn, bura A,
Bura A tabii ki biz rompda uşaqlar bütün tərəflər bir-birinə nə olmalıdır? Bərabər olmalı. Düsturumuz uşaqlar baxın tərəflər bir-birinə bərabər olduğuna görə çəkilən hündürlüklər də bir-birinə bərabər. Onda bizim S bərabər olur A vur H düsturumuz. Sonra bir də ikinci bir düsturumuz var ki uşaqlar. Uşaqlar baxın rompda diaqonalların xassəsi var idi. Nə idi xassələrimiz? Birincisi diaqonallar kəsdiyi yeri tən yarı bölünür. Əla bu birinci xassəmiz. Baxın tən yarı bölünür. Məsələn bura ilə bura bir-birinə bərabərdir. Bura ilə bura bir-birinə bərabər. Sonra uşaqlar diaqonal tən böləndir. Bunu da unutmursunuz uşaqlar. Diaqonalları tən böləndir. Diaqonallar tən böləndir və bir də bunu da qeyd eləmişdim. Mən 90 dərəcə altına kəsir. Baxın aşağılar. Mən bura bir x, bura bir y yazsam, bura bir a yazsam, həmçinin burada bir y olacaq, burada bir x olacaq. Buralar da hamısı nədir? A-dır uşaqlar. A. Onda baxın uşaqlar, x-in kvadratı üstə gəlsin, y-in kvadratı bərabər a kvadrat. Yəni burada yenə də bir düzbucaqlı üçbucaq yaranır. Baxın uşaqlar, 4 dənə bir-birinə bərabər düzbucaqlı üçbucaqlar yarandı. Yəqin ki gördünüz də. Yəni uşaqlar bu şəkildə baxmamız lazım. Bu birinci. Sonra gəldi sahədə. Uşaqlar baxın. Sahədə deyirik ki 2'də 1. D1 vurulsun. D2 şəklində olacaq bizim düsturumuz uşaqlar. Diaqonallarının hasilinin yarısı olacaq. Və bu da bu şəkildə olmalıdır. Bizim sahə düsturumuz bu. İndi burada bəzi başqa fiqurların da sahələri falan verilibdir. Bizə bunlara hələ ki ehtiyac yoxdur uşaqlar. Gəlin biz mən sizə uşaqlar baxın. Yəni KSQ yazacağım sizin üçün. KSQ. Baxaq ki burada bütün suallara toxunulub baxarıq. Əgər olmasa da digər tərəflərdə də başqa suallara baxmaq olar. Məsələn, KSQ variantına baxırıq uşaqlar. Deyir ki bizə bir üçbucaq verilibdir. A, B, C və B'dən deyə bir dənə median. Şöyle deyir ki bakın ABD. Bakın buranın bakın şu an median bura 24'dürsə median olduğuna göre avtomatik burada 24 şeklinde olmalı. 24 tane 24 toplayanda cevabımız eləyəcək 48. Bu şekilde olmalıdır. Yani median 2 bərabər hissəyə bölünür. Bir de uşaqlar ben size bir şey deyim. Uşaqlar bakın normalde tərəflər nisbəti sahələr nisbətinə bərabər olmalı. Məsələn belə bir üçbucaq deyirəm. Deyirəm ki bakın A, B, C, D. Deyirəm ki AD'nin DC'ye nisbəti mesela 2 bölünsün 3 nisbətindədir. Olur. Və deyirəm ki S üçbucaq ABC'nin də sahəsi deyək ki 50'dir. Deyirəm ki S, A, B, D'ni tap. Şimdi uşaqlar baxın. Burada bir 2 kadırsa burada bir 3 kadır değil mi? Və ümumi sahə 50'dir. Uşaqlar baxın bu sahə 50 bu tərəflər nisbəti ilə bölünəcək. Yəni sən 50'ni bölməlisən 2 ilə 3'ün 2 böl 3 nisbətində. Ona necə böldük uşaqlar? Bunların cəmini tapırdıq. 50 bölünsün 5 10 eləyəcək. Sonra bu 10'u 10 vurulsun 2 bərabər 20'yə bir də 10 vurulsun 3 bərabər 30'a. Hə, deməli bura 20, burada 30 olmalıdır uşaqlar. Yəni bu şəkildə suallar qarşımıza çıxa bilər və orta məktəb kitabında da var. Ümumiləşdirmə tapşırıqda buna aid bir sual var uşaqlar. Diqqət etmemiz lazım. Gəldi o ikinci sual. İki tərəfi 4 və 10 olan paralleloqramın iti bucağı 45'dir. Bax, əla. Möhtəşəm bir sual uşaqlar. Baxın. Deyir ki, baxın, şəkili mütləq çəkməmiz lazım uşaqlar. Bax, həndəsə işləyirsinizsə şəkil çəkmək lazımdır. Bura deyir ki, bura 4'dür, bura 10'dur uşaqlar. Bura 4, bura 10. Burada 45 dərəcədir. Uşaqlar, baxın, mən buradan bir dənə hündürlük endirəm həmən. Mənə hündürlük lazımdır axı. Tərəf var, 10'dur. Həmən tərəfə çəkilən hündürlük. Uşaqlar, burada 90, avtomatik burada 45 olmalı. Bizim bir 45-45 qaydamız var idi uşaqlar. Mən əgər bura bir x desəm, burada bir x olurmu? Onda necə eləməliyəm uşaqlar? Baxın, x-in kvadratı üstə gəlsin, x-in kvadratı bərabər 4'ün kvadratı. Yəni katetlərinin kvadratları cəmi hipotenuza bərabər. Buradan 2x'in kvadratı bərabər 16'ya, x'in kvadratı bərabər 8'ə, x də bərabərdir kök 8. Mən bu kök 8'də 4 vurulsun 2 yazsam, onda mənim x'im oldu 2 kök 2. Hə, x dediğimiz neydi uşaqlar? Hündürlük. Hündürlüğümüz oldu 2 kök atdı 2. Tərəfimiz də 10'dur. Onda mən sahəni tapa bilərəmmi? Bəli. 10 vurulsun 2 kök 2'yə. Nə oldu cavabımız? 20 kök altında 2. Cavab B variantı şəklində oldu.
Bu da belə. Sonra gəldi uşaqlar. Məsələn, 3-cü sual. Deyir ki, sahəsi 24 olan rombun hündürlüyü 4 olarsa tərəfi top. Artıq bu rahatdır uşaqlar. Biz artıq rombun sahəsini bilirik. S bərabərdir A vur H. Artıq səndə burada verilib 24 bərabərdir. A vurulsun 4 olacaq. Buradan A da bərabər 24 bölünsün 4-ə. Buradan A da bərabər 6 şəklini alacaq uşaqlar. Belə. Sonra gəldik nəyə? Deyir ki, hipotenuzu 25 olan düzbucaqlı üçbucağın katetlərinin bir 24 olsa sahəni tap. Biz bilirdik ki, düzbucaqlı üçbucaqda katetlərinin hasilinin yarısı olmalı. Bura 24, bura 25, burada bir x. Yazmalısan x'in kvadratı üstə gəlsin. 24'ün kvadratı bərabərdir 25'in kvadratına. Buradan x kvadratı bərabərdir 625 çıxılsın 576 olacaq. Buradan x də bərabər 9 49, x də bərabər nə oldu uşaqlar? 7. Onda bizim sahəmiz olacaq 7 vurulsun 24 bölünsün 2. Bundan bu getdi. Bura 12. 7 vurulsun 12. Cavabımız elədi 84 şəklində olacaq uşaqlar. Aha, sonra gəldi 5-ci suala. Deyir ki, bucaqları 1 bölünsün 3 nisbətində olan rombun tərəfi 6'dır. Uşaqlar, baxın. Bucaqlar normalda iti ilə kör bucağının cəmi 180 olur mu rombun? Bəli. Onda mən bu 180'i 5-ci sualda bölməliyəm bunların nəyinə? Cəminə. Yəni 180 bölünsün 4'ə. Bu da neçə elədi uşaqlar? 45 mi oldu? Hə, deməli, biri 45 imiş, o birisi də 135 imiş. Mənə 45 lazım uşaqlar. Gəlin biz bu 45'e görə hərəkət edəyim. Baxın. Mən buradan çəkirik. Buradan çəkirəm. Bura 45'dir. Tərəf neçədir? 6. Buradan bir dənə çəkirəm uşaqlar. Baxın belə. Əgər bura bir, baxın bura H-dırsa, avtomatik burada H olmalı. Niyə? Çünki burada 45'dir. Bu bərabər yanlı olur. Bununla bu bir-birinə bərabər olur. Onda yenə də bayaqki düstura baxsaq uşaqlar, H kvadratı üstə gəlsin. H kvadratı bərabər 6'nın kvadratı. Buradan 2H kvadratı bərabər 36'ya, H kvadratı bərabər 18'ə, H bərabər kök atdı 18'ə, 9 vurulsun 2 olacaq. Buradan H da bərabər 3 kök 2 oldu uşaqlar. H'ı tapdıq. 3 kök altda 2. Tərəf də verilib də bizə. Onda mənim sayhəm olur 3 kök 2 vurulsun 6. Bu da elədi 18 kök 2 şəklində. Yəni B variantı olacaq uşaqlar. Gəldi 6-cı suala. Deyir ki, uşaqlar, bax, bayaq dediyim hissədir. Bu bayaq nə demişdim? Demişdim ki, sahələr nisbəti tərəflər nisbətinə bərabər. Baxın, əgər mənim bura bir 2K, bura bir 3K'dırsa, sənə deyir ki, 3K'dan, bax, bura bir 3K'dır. 3K, ADC buradır. ADC buradır. ABC isə buradır. 3K, burada 2K. Yəni, 6-cı sualda 3K çıxılsın 2K bərabər 12'ye. Buradan K bərabər neçə oldu? 12. K 12 isə gətirin yazın. BD'miz 2 vur 12. Yəni, bura 24. DC'miz isə 3 vur 12. Burada 36. Deməli, uşaqlar, baxın. Deməli, mənim sahələrim də bura 24, bura 36. Sənə də bütün opşi sahəni soruşduğuna görə, yəni bütün sahəni soruşduğuna görə cəmi neçə elədi? 60, yəni 24 ilə 36'nı topladıq uşaqlar. Bu şəkildə olmalıdır. Buna diqqət etmək lazımdır. Gəldi 7-ci suala. Uşaqlar, baxın, bərabər tərəfli üçbucaq haqqında düzdür. Mən izahda demədim uşaqlar, amma bizim orta məktəb kitabında var. Baxın, bərabər tərəfli üçbucağın sahə düsturları belədir. Bunları qeyd eləyin, yadda saxlayın. A kvadratı kök altda 3 bölünsün 4'dür. Tərəflə verilsə bu şəkildədir. Hündürlüklə verildiyi zaman uşaqlar H kvadratı kök altda 3 bölünsün 3'dür uşaqlar. İndi sənə hansı nə ilə verilib? Hündürlüklə. Onda sən bu düsturdan istifadə etməlisən. Yazmalısan S bərabərdir 6'nın kvadratı vurulsun kök altda 3 bölünsün 3'ə. Bölünsün 3. Burada 3'də 36 kök 3. Bundan bu getdi. Bura 12 oldu 12 kök 3 şəklində olacaq. Yəni cavabımız B variantı. Gəldik 8-ci suala. Yan tərəfi 15 olan bərabər yanlı üçbucağın otacağına çəkilmiş hündürlük 9 olarsa sahəni tapın. Bu da uşaqlar, baxın, çox gözəl bir sualdır. Uşaqlar, baxın, yan tərəflər bir-birinə bərabər olurdu. Bura 15'dirsə, burada 15'dir. Uşaqlar, bərabər yanlı üçbucaqlar, baxın, bu təpədən çəkilən hündürlük həm median, həm də nə olurdu? Tən bölən. Və sənə deyir ki, burada 9'dur aşağılar. Baxın, burada bir düzbucaq, üçbucaq yarandı mı? Əla, yarandı, elə deyil mi uşaqlar? İndi baxın, mən bu düzbucaq, üçbucağa görə katetlərdən biri var, hipotenuz var. Mən bu x'i tapa bilərəmmi? Taparam. Necə? X'in kvadratı üstə gəlsin 9'un kvadratı bərabər 15'in kvadratı. Buradan x kvadratı bərabər 225
çıxılsın 81. Buradan x-in kvadrat bərabər 144-də x də bərabər nə oldu aşağılar? 12. Əgər bura 12-dirsə, avtomatik burada 12-dir. Hə, uşaqlar, mən tərəfi tapdım da, otacağı tapdım. Mənim bu tərəfim oldu 24. Hündürlüyüm də vardı 9-da. Daha artıq mən sahə tapa bilərəmmi? Bəli, nə yazaram? AH böl 2. Yəni 24 vur 9 böl 2. Bundan bu getdi 12. 12-ni 9-a vuranda cavabımız elədi 108. Yəni bu şəkildə baxmamız lazım. Gəldi uşaqlar 9-cu sual. Deyir ki, sahəsi 40 olan trapesiyanın hündürlüyü 5-dir. Bu trapesiyanın böyük otacağı 10 olası küçük otacağını tapın. Uşaqlar, baxın, artıq bizə burada bu konkret düsturdur da, yəni burada nəsə əlavə bir şey etməyə ehtiyac yoxdur. Bura bir A yaz, bura bir 10 yaz, burada bir 5 yaz. Belə suallar məsələn sadə olur. Niyə? Sən düsturu bilirsən. A üstə gəl 10 böl 2 vurulsun H. H-ın nədir səndə? 5 vurulsun 5 bərabər nə oldu? 40-a. Şöyle baxın, bu 5-dən bu 40-ı qısa edirəm. Bura 8. 8-i 2-yə vurursam A üstə gəlsin 10 bərabər 16-ya. Buradan A da bərabər neçə ədəd uşaqlar? 6 şəklini alacaq. 6 şəklini alacaq uşaqlar. Bu da belə oldu. Gəldi 10-cu suala. Deyir ki, düzbucaqlısında əla. Uşaqlar, baxın. Əgər bura 6-dırsa, burada 6 olacaq. Bura 4-dürsə, burada 4 olur. Onda bura ümumi uzunluq nə oldu uşaqlar? 8. Bura ümumi uzunluq nə oldu? 12. Əla. Uşaqlar, baxın. Mənə deyir ki, bu sahəni tap. Baxın. Mənə deyir ki, bu sahəni tap. Mən buranı rəngləyəm. Bu sahəni tapmaq üçün, mən nə edəcəm? Baxın, belə bir şey edəcəm. Deyəcəm ki, mən bu sahəni tapıram. Görürsünüz, qaraladım. Bu sahəni tapıram. Sonra bu sahəni tapıram. Oldu. Sonra ümumi bütöv düzbucaqlıdan bu qaraladıqlarımı çıxmam lazım. Niyə? Baxın inşallah, həqiqətən mən buranı kəsib tullasam, bu qara yazan qaranı kəssəm, bu qaranı da kəsib tullasam, onda mən bu qırmızı hissə qalmır, qalır. Onda mən bu uşaqlar, baxın, SABF nədir? Düzbucaqlı üçbucaqdır, deyil mi uşaqlar? Onun sahəsini necə tapırdıq? Tərəflərinin hasilinin, katetlərinin hasilinin yarısı. Burada 8 olduğuna görə 6 vur 8 bölü 2'nin içəridir 24. Sonra SADF'e baxası. Neçə oldu? 12 vurulsun 4 bölünsün 2'ye. Nə elədi? Yenə də 24 şəklini alacaq uşaqlar. Baxın, bu ikisini topladım. Neçədir? 48. Bir də mən düzbucaqlının sahəsini tapmalıyım. Düzbucaqlının sahəsində bura 8'dir, burada 12'dir. Neçədir uşaqlar? 96 elədi. Hə, onda mən bu 96-dan bu 48-i çıxsam, mənə istənilən yer qalacaq da. Oradan içəridir cavabımız 48 oldu uşaqlar. Belə. Gəldik uşaqlar sonra 11-ci suala. Sahəsi 48 olan paralleloqramın diaqonallarının kəsmə nöqtəsindən kiçik tərəfə qədər məsafə 3 olarsa, kiçik tərəfinin uzunluğunu tapın deyir uşaqlar. Bu da baxın uşaqlar, maraqlı bir sualdır. Uşaqlar, baxın, məsafə deyirsə nə olmalıdır həmişə? Hündürlük olmalıdır. Məsafə deyirsə uşaqlar, həmişə hündürlük olur. Bunu unutmuşuz uşaqlar. Bəzən bunu gözdən qaçır, amma gözdən qaçırmamaq lazımdır. İndi uşaqlar, baxın, paralleloqramın diaqonallarını kəsişdiririk. Belə kəsişdirdik. Oldu. Deyir ki, kəsmə nöqtəsinin kiçik tərəfinə qədər məsafə. Baxın uşaqlar, mən buradan belə məsafə eləsəm, bura hündürlük demək. Buradan bura qədər də məsafə uşaq eyni olmalıdır. Baxın, burada 3 olmalı. Uşaqlar, baxın, bu çəkdiyim bu xətlə, burada çəkdiyim bu hündürlük bir-birinə bərabərdir. Onda neçə olmalıdır? Bura ümumi 6. Əla. Uşaqlar, baxın, biz indi, baxın, buranı tapdıq. Sahə verilibdir bizə. Elə deyilmi? Kiçik tərəfini endirilən deyil. Amma mən burada səhv çəkdim də bunu. Bir dənə bunu düzəldim. Kiçik tərəfinə deyildi uşaqlar. Baxın. Onda biz belə çəkməyək. Buradan bura bir dənə hündürlük. Buradan bura qədər bir dənə hündürlük. Bu ümumi oldu 6. Uşaqlar, baxın, bu hündürlüklə sənin buradan çəkdiyin bu hündürlük bir-birinə bərabər. Hə, uşaqlar, baxın, hündürlüyü tapmışsan 6. Kiçik tərəfdə bir A olsun. Onda bizim düsturumuz necə idi? S bərabərdir. H vurulsun A idi. Sahəni sənə verib 48. Hündürlüyü də sənə verib 6. A-nı tapman lazım. Buradan A da bərabər neçə olmalıdır? 8 olmalıdır uşaqlar. Gəldik 12-ci suala. Deyir ki, tərəfləri 3/5 nisbətində olan paralleloqram uzunluğu 12 olan kiçik diaqonalı
tərəfə perpendikulyar deyir aşağılar. Baxın, gəlin burada çəkəyin 12-ci sualda. Uşaqlar, baxın, belə bir şey etdik. Burada 90 dərəcə. Tərəflər də bura 3K-dır. Burada 5K-dır. Və deyir ki, payaqon 12 santimetrdə aşağılar. Burada bir düzbucaqlı üçbucaq yaranıb aşağılar. Baxın. Burada düzbucaqlı üçbucaqlardan çox istifadə olunur. Görürsünüz də buranı. Əla. Gəlin baxalım, nə olur? Katetlər bununla budur aşağılar. Bu da hipotenuzdur. Nə yazacaq? Yazacaq ki 12'nin kvadratı üstə gəlsin 3K'nın kvadratı bərabərdir 5K kvadratına. Buradan 25K kvadrat çıxılsın 9K kvadratı bərabər 144'də. 16K kvadratı bərabər 144. K kvadratı bərabər 9'a. K da bərabər neçə elədi? 3. K 3'ü gətir yerinə qoy. 3 3'ə vurdum burada 9. 5 3'ə vurdum burada 15. Uşaqlar baxın. Bax bu diagonal perpendikulyardırsa, hele bu diagonal hele hündürlük deməkdir uşaqlar. Oldu? Həmən hündürlüyə çəkilən tərəf bəs neçədir? Tərəfə çəkilən hündürlük bu 12'dir. Həmən tərəf bəs neçə? 9. Qutarı getdi. Sahə necə taparam aşağıda? 6 vurulsun 12. Neçədir? 72 şəklini alacaq. Bax. Biz burada nə hesab elədik yoxsa? Tərəf 6 yox. Üzrü sayın 9'dur. Mən niyə bura? Bura 9 yazıb, bura 6 yazmışam uşaqlar. Burada 9. 9'u da 12'ye vurduğumuz zaman 108 şəklini alacaq uşaqlar. Şimdi bizim burada bir iki dənə qaydaya aid suallarımız olmadı. Gəlin onlara aid bir iki sual işləyək. Məsələn, nəyə aid? Şöyle baxın, belə eləyəyin də. Burada B variantı eynidir. Görürsünüz də yəqin ki. Suallar eynidir. Sadəcə rəqəm dəyişik var. Amma burada C variantında çox gözəl suallar var uşaqlar. Bunları işləyin. İşləyin uşaqlar. Nəsə bilmədiyiniz olsa mənə deyə bilərsiniz. Baxın, belə bir yaxınlaşma da edəcəm. Baxın, bu şəkildə yaxınlaşdıracağım. İşləyin bunu. Hansı sualda nəsə qaranlıq bir şey qalsa zaten nömrəmi də bilirsiniz. Buradan əlaqə saxlaya bilərsiniz. Uşaqlar, gəlin indi mən sizə buradan bir iki dənə məsələn Herona aid bir sual işləmədik uşaqlar. Sonra məsələn belə bir sual baxın, belə bir sual işləmədik. Baxın, bunu işlədəcəm mən sizə. Yəni buraları silək. Məsələn hansı? Baxın, belə körbucaqlı üçbucaq olanda sahəni necə tapırıq uşaqlar? Baxın, bizə deyir ki, rənglənmiş hissənin sahəsini tapırıq. Uşaqlar, baxın, biz demişik, bax bu AC tərəfinə endirilən hündürlük bu 5'dir. Bax uşaqlar. Bunu yaddan çıxartmayın. Yəni körbucaqlı üçbucaq da xaricə düşür. Onda mənim tərəfim 8, hündürlüyüm isə 5'dir. Bax uşaqlar, bunu unutmursunuz. Onda mənim sahəm belə olacaq. Baxın uşaqlar, A vur H bölü 2. Yəni 8 vur 5 bölü 2. Neçədir cavabımız? 20. Baxın, bu 46'nı bu şəkildə işləyib rəylər hissəsində qeyd eləyərsiniz uşaqlar cavabını. Sonra məsələn burada başqa mən sizə Herona aid bir iki dənə sual işləmək istəyirəm. Baxaq görə buradan tapa bilirəmmi Heron düsturuna aid suallar uşaqlar. Mesela bakın, burada var, Heron var, burada 16, 17. sual var. Bir de 18 daha var. Gelin biz 17'ni 18'i işleyelim inşallah. Mesela bu da bakın konkret Heron'dan gitmemiz lazım. 18. Bakın biz bir yarım perimetre tapmalıyıq. 7 üstə gəlsin, 12 üstə gəlsin, 13. Bölünsün 2. Bunları tapdığımız 25, 25 üstə 7 yəni 32 oldu. 32'ni 2'ye bölsə 16. Sonra sahə düsturumuz necə idi? S bərabərdir P. Perimetri tapdı 16. Baxın 16 çıx 7. 16 çıxılsın 12. Və bir də 16 çıxılsın 13 olacaq. Buradan da 16 vurulsun 9. Vur 4. Vur 3 oldu uşaqlar. Bu 9 vur 4'dən 36'dan 6 çıxır kök. 16'dan 4 çıxır. 3 də qalır aşağılar. Baxın. Belə çıxır. 16'dan 4. Bu ikisinin halsına 36'dan da 6 çıxacaq. Neçədir? 24 kök 3 elədi. Sahəmiz 24 kökdə 3'dür uşaqlar. Baxın. Əla. Bu şəkildə oldu. Məsələn 17-ci sualı siz işləyə bilərsiniz.
İstəyib mənə atarsız cavabını. İnşallah rəylər hissəsində qeyd etsəz çox gözəl olar. Baxın, burada Herona aid suallarımız var. Gəlin, mən sizə biraz fərqli sual etmək istəyirəm. Demək, məsələn, baxın uşaqlar, bax burada. Bu da yox, bu da yox. Sahə. Bu 29-dan. Gəlin, elə bu suala baxın. Bu da sual. Məsələn, 41-ci suala baxalım. Deyir ki, bizə bir dənə parallelogram verilibdir. A, B, C və D. Parallelogramın B körbucağı təpəsindən uzunluğu 12 cm olan AC diaqonala qədər məsafə 3'dür. Uşaqlar, baxın. Bura qədər məsafə 3'dür deyir aşağıda. Burada 12'dir. Parallelogramın sahəsini tapın. Uşaqlar, baxın, burada parallelogram 2 dənə üçbucağa ayrılıb aşağıda. Mən bu üçbucağın sahəsini tapa bilərəm də. Niyə tapa bilərəm uşaqlar? Çünki mənə tərəf və hündürlük verilib uşaqlar. Onda mən buradan məsələn mən bir hündürlük çəksəm, baxın, bu hündürlük əgər bura 3'dürsə, burada 3 olmalıdır. Əla. Uşaqlar, onda mən buranın, bu rənglədiyim hissənin sahəsini tapmaq üçün 12 vur 3 bölü 2 olacaq. Yəni 18. Buranı da tapanda, bu hissəni tapanda yenə də uşaqlar, baxın, S bərabərdir 12 vur 3 bölü 2 olmalıdır. Yəni 18. Bu 18 ilə 18 toplayanda cavabımız nə olacaq? 36 C variantı olacaq. Sonra başqa baxaq ki, burada fərqli suallar varmı? Bu paralelograma aid bəzən fərqli suallar olur. Romba aid daha doğrusu. Məsələn, 65-ci suala baxalım uşaqlar. Deyir ki, bizə romb verilibdir, deyilmi? Rombun bucaqları da uşaqlar 1 bölünsün 5 nisbətində. Nisbət görürsə bu 180'ni bölməli. Mən burada 180'ni bölməliyəm 6'ya 30. 30'u biri avranır. Biri 30, biri 150'miş. Bura 30'dur uşaqlar. Burada 12'dir. Baxın, hər tərəfdə buralar 12, 12'dir. İndi mən buradan bir dənə hündürlük çəksəm uşaqlar, baxın. Bax 90'ın qabağındakı 12'dirsə, bu 30'un qabağındakı 6 olacaq. Qutarı getdi uşaqlar. S bərabər hündürlüyümüz 6, tərəfimiz 12. Cavab nə oldu? 72. Yəni bu şəkildə olacaq uşaqlar. İndi burada fərqli suallar var. Hamısına da baxmağa çalışdıq.